Salam əziz izləyicilər, hər birinizi salamlayıram. Mən Fərid Atabəy, Şairin Tacı Meyxana yarışmasının aparıcısıyam. Hal-hazırda keçən həftənin səsvermə nəticəsi ilə qalibi olan ilk üçlüyə düşən iştirakçılarla müsahibə aparırıq və onların yarış haqqında fikirlərini, öz motivasiyalarını və gələcək planları haqqında, yarış haqqında planlarını öyrənmək üçün İlk qonağımız Kamil Sadə bəyi təqdim edeyim sizə. Kamil bəy, xoş gəlmişsiniz, buyurun. Xoş gəldik. İlk olaraq istərdik izləyicilərimiz haqqında, özünüz haqqında kiçik məlumat verərdiniz. Mən Məmmədov Kamil, Bakı şəhəri 1985-ci ildə Bakı şəhərində anadan olub böyümüşəm. Şairi fəaliyyəti ilə məşğulam, 25 ildir meyxana deyirəm. Şairin Tacı yarışması sizin üçün nə ifadə edir? Sizi bu yarışmaya qoşmaq üçün, yarışmaya gəlməyə həvəsləndirən ünsur nədir? Ümumiyyətlə, meyxana deyənlərdən, güclü tanınmış meyxana deyənlərdən yaxın dostlarım var. Onların istəyi ilə qatılmışam bu meyxana yarışmasına. İnşallah ki, uğur qazanacam. Keçən həftə çıxışınız bildiyimiz kimi çox uğurlu oldu və keçən həftənin qalibi siz birincisiniz. Qiymətləndirmə, siz yerinizdən, əldə elədiyiniz birincilikdən razısınız. Bəli. Yəni Keçən həftəki meyxana ürəyimcan oldu. Həqiqətən rəqibim də güclü meyxana deyən idi. Maraqlı meyxana alındı bizdə. Keçən həftə ümumiyyətlə qiymətə görə də, meyxanamıza görə də ürəyimcan oldu. rəqibləriniz haqqında nə fikirləşirsiniz? Nə düşünürsünüz rəqibləriniz haqqında? Rəqiblərim yetərincə güclüdür. Hər biri ayrı-ayrılıqda güclü meyxana deyənlər var. Həqiqətən aramızda çox meyxana deyənlər var, güclü. Mən də o güclülərdən biriyəm. Özünüzdə yəni güclü deyirsiniz. Bu meydan oxuma da artıq bilirsiniz də. Bilmirəm indi bu nə tər səslənir, amma mən bilirəm ki, yəni əsla heç birindən, yəni bu meyxana yarışmasında heç birindən zəif deyiləm. Yəni mən də özümə görə özümə güvənirəm. Şairin Tacı sizin üçün nə ifadə eləyir? Şairin Tacı mənim şairlik karyerama üstünlük verən bir amildir. Ona görə həm dostlarımın istəyi ilə qatılmışam, həm də inanıram ki, Tacı inşallah qazanacam. Kamil bəy, sizi dəstəkləyən insanlara efir vasitəsilə, müsahibəmiz vasitəsilə nə demək istəyirsiniz? Mənə dəstəkləyən insanlara bir dənə onu demək istəyirəm ki, mənim arxeyin olsunlar, mənim üzərimə düşən meyxanadır, mən meyxananın öhdəsindən layiqincə gələcəm. Həm də arxeyinəm ki, xalqım mənə dəstəkləyəcək. Yəni, mən necə lazımdır meyxana göstərəcəm inşallah. Siz necə fikirləşirsiniz? Yəni, sizi dəstəkləyən insanlar şairin tacında sonunda sizi qalib elan edə biləcəklərmi? Təbii ki, yəqin ki, inanıram ki, inşallah ki, tac mənim olacaq. Hər hansı bir şəxs varmı müraciət eləyəcəksiniz ki, sizi belə deyək də, yəni, bu yarışın qalibi elan eləsinlər? Şəxs çoxdur, belə ad çəkməyə qalanda çoxdur, amma mən ümumi Azərbaycan xalqından böyüdü başa çatdığım Bakı şəhərindən bir ilk növbədə Bakı şəhərindən dəstək gözləyirəm. Sonra əslən Göyçaylıyam, Göyçaydan dəstək gözləyirəm. Ümumiyyətlə mən heç birini ayrı seçkili eləmirəm. Azərbaycan xalqından, doğma xalqından dəstək gözləyirəm. Sonda bilmək istəyirdik, siz belə deyək də, sadə ləqəbini götürmüsünüz özünə. Nəyə görə sadə? Mən ümumiyyətlə sadəliyi sevən insanam. Münasibətdə də, belə həyatımda da, həyat tərzimdə də sadəliyi sevirəm. Ona görə də sadə ləqəbini götürmüşəm. Sizə təşəkkür edirəm, çox sağ olun, sizə uğurlar arzu edirəm. İnşallah yarışmanın növbəti mərhələlərində də sizi qalib kimi, birinci yer kimi davam eləyəsiniz. Hər şey üçün təşəkkür edirəm. Minnətdaram, çox sağ olun, Allah razı olsun, təşəkkür edirəm.